Salam, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Siz heç qızılgül, kaktüs hekayəsini bilirsinizmi? Mən sizə bir gün qızılgül və kaktüsün hekayəsini danışacağım. Bu hekayədə nə anladığınızı videomun altında yazarsınız. Hekayəmə başlayıram. Səhralarından birində həm qoxusu, həm gözəlliyi olan bir qızılgül var. Bu qızılgülün tək şikayəti yanında kaktüsü olduğu. Qızılgül hər saniyə, hər dəqiqə, hər saat, hər an yanındakı kaktüsə lağ edir. Qızılgül deyir ki, sən həm nə gözəlsən, nə qoxun var. Sən nə işə yarırsan, sən burada nə işin var? Yanındakı otlar, çiçəklər, güllər deyir ki, ay qızılgül, kaktüsə elə dəymə, xətrini dəymə, qəlbini dəymə. Qızılgül heç vecinə almadan təzədən elir. Günlərin bir günündə səhra o qədər isti olur ki, artıq qızılgülün ləkələri bir tökməyə başlayır. O vəziyyət alır ki, gül susuzluqdan ölməyə başlayır. Quşun biri kaktüsün üstünə qonur, ağzında gətirir, bir damla suyu kaktüsə verir. Qızılgül son nəfəsi ilə kaktüs, görürsən ki, ölürəm. Sənə yalvarıram, o bir damcı suyu mənə ver. Zaten sən susuzluğa dözə bilirsən. Sənə suya ehtiyac yoxdur. Sənə yalvarıram, o suyu mənə ver. Kaktüs vicdanlı və mərhəmətli olduğu üçün bir damla suyu özü içmir, qızılgülə verir. Qızılgül bir damla suyu içir, özünə gəlir. O gündən sonra qızılgül kaktüs dost olur. Bu qədər. Siz bu hekayədə nə anladınız? Mən təkcə bir şey anladım. Gözəllik üzündəki gözəllik deyil, qəlbi gözəl və xəssiyyəti gözəl olan insandır. Ən lazımlı olan şey mərhəmət, vicdan olan insan, hər bir insan gözəldir. Siz hər gözələ gözəl deməyin, xəssiyyəti, vicdanı, mərhəməti, qəlbi gözəl olan insana gözəl deyin. Videomu bəyənməyi, kanalıma abunə olmayı, videomu paylaşmayı unutmayın. Sizə yaxşı baxın. Bye bye.